Dənizkənarı Milli Park Green Flag Award beynəlxalq mükafatına layiq görülüb. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında məlumat yerləşdirilib. Həmin məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın Green Flag Award namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib. Green Flag Award mükafatı Böyük Britaniyada təsis edilib. Mükafatın saytında bildirilir ki, məqsəd Birləşmiş Krallıq və dünya üzrə açıq havada istirahət məkanlarının idarə olunması üçün nümunəvi standart müəyyən etməkdir. Standartlara əsasən bunlar daxildir: yaşıllıq sahəsinin idarə olunmasında uğurlu təcrübə, yaxşı idarəetmə standartları. Qiymətləndirmə isə 8 bölmə üzrə aparılır: qarşılanma, təhlükəsizlik, təmizlik, ekoloji idarəetmə, biomüxtəliflik, landşaft, irs, ictimai iştirakı, marketinq, kommunikasiya, idarəetmə. Ümumi bal 100-dür. Keçid üçün minimum 66 bal tələb olunur. Bu mükafata onlayn şəkildə müraciət edilir. Bəzi sənədlər təqdim olunur və heç də az olmayan məbləğdə rüsumlar ödənilir. 20 hektara qədər ərazidə olan parklar üçün minimum 6000 pound, təxminən 13600 manat, 20 hektardan böyük olan parklar üçün isə daha 13600 manat rüsum nəzərdə tutulub. Bu hardasa ilkin ödəmədir. Onlayn dəyərləndirmədən sonra bir neçə nümayəndə qonağın gəlişi, qalma və yola salınma xərcləri də var. Bu xərclərin də ev sahibi tərəfindən qarşılandığı təxmin etmək olar. Üstəlik mükafatı hər il saxlamaq, qorumaq üçün də əlavə rüsum ödənişlər tələb olunur. Qısası Green Flag Award mükafatını almaq üçün əlin cibində olmalıdır. Lakin bununla işimiz yoxdur və məqsədimiz bu mükafatın nüfuzunu sual altına almaq deyil. Amma mükafatın hansı kriteriyalar üzrə verildiyini görəndə bəzi sualların yaranması da təbiidir. Ən azı ona görə ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayevin məhkəməsi hələ bitməyib və ona qarşı irəli sürülən rəsmi ittihamlarda bu kriteriyaların az qala hamısının kobud şəkildə pozulmasından bəhs olunur. Xatırladaq ki, İlqar Mustafayev 2024-cü ilin yanvarında vəzifəsindən azad edilib. Bundan sonra Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlamasına başlayıb. 2024-cü ilin sentyabr ayında isə İlqar Mustafayev həbs edilib. Rəsmi ittihamda qeyd edilir ki, Mustafayevin 2021-23-cü illər ərzində idarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığa törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayeva Cinayət Məcəlləsinə xüsusilə külli miqdarda ziyan vurmaqla və mənimsəmə, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsadəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Cari ilin iyul ayında İlqar Mustafayevin məhkəməsi başlayıb. Beləliklə, Mustafayevin həbsi fonunda Dənizkənarı Milli Parkın Green Flag Award mükafatına layiq görülməsi və bunun təntənəli ictimaiyyətə təqdim edilməsi anlaşılan deyil. Dənizkənarı Bulvar İdarəsinin yeni rəhbəri Xanlar Ağalarov ötən ilin yanvarında bu vəzifəyə təyin edilib. Yəni o bir ildən artıqdır ki, idarəyə rəhbərlik edir. Bu dövrdə hansı əhəmiyyətli dəyişikliyə nail olunub? Milli Parkda hansı yeniliklər baş verib? Hələ biz onu demirik ki, Green Flag Award mükafatına namizədlik üçün sənədlərin təqdim edilməsi, qiymətləndirmə prosesinin özü də müəyyən vaxt tələb edir. Onda belə çıxır ki, Bulvar İdarəsi son vaxtlar əsas səylərin bu mükafatı əldə etməyə yönəldib əlbəttə. Yəqin buna ehtiyac var. Amma yeni rəhbərlik köhnədən qalma problemlərin hansı səviyyədə və nə qədər aradan qaldırıldığı barədə ictimaiyyətə də ətraflı hesabat verməyə diqqət ayırsa, yaxşı olardı. Qeyd edək ki, xəbərlə bağlı məlumat Qaynar Info saytında yer alıb. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.